Söz xeyir şeir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar, əziz izləyicilər. Hər birinizi salamlayıram. Sosial şəbəkələrdə hər biriniz bu 28 may müstəqillik günü ilə bağlı Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin əsasını qoyduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və onun qurucusu olan ümumi liderimiz Məhəmməd Əmin Rəsulzadənin yaratmış olduğu, 1911-ci ildə yaratmış olduğu Müsavat Partiyasının paytaxtımızın Novxanı kəndində onun abidəsini ziyarət edərkən belə bir kadra rast gəldik. Orada polis əməkdaşları, yəni orada asayiş keşikçiləri, orada kənarda mən hər hansı bir polis əməkdaşlarının mülki formada və yaxud da xüsusi xidməti formasında bir polis əməkdaşlarına rast gəlmədim. Çünki biz də ziyarəti saat hardasa 2-dən sonra ziyarətimiz gerçəkləşdirildi və orada artıq polis əməkdaşları var idi və sadəcə xidməti maşınlarda, polis maşınlarında oturmuşdular və kənardan müşahidə edirdilər ki, Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarətə kimlər təxribat yaradacaqlar və kimlər bunun qarşısını alacaqlar. Biz də Milli Fədali Hərəkatı olaraq polis əməkdaşlarının sağ olsunlar bizə heç bir maneəçilik yaradılmasına və yaxud da kiminsə bizə maneə yaradacaq kimlər olacağına imkan vermədilər. Yəni, onlar bizə bu imkanları yaratdılar ki, biz ziyarətimizi azad şəkildə təşkil edək. Lakin biz nəyə şahid olduq? 2001-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vaxtilə parlamentimizdə millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr olduğu dövrdə və Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 2001-ci ildə Azərbaycanın Avropa inteqrasiyasına əsaslanan Avropa Şurası Assambleyasının aynı hüquqlu üzvü olması ilə bağlı bilirsiniz ki, Azərbaycan 2004-cü ilin sonlarından etibarən artıq bizim Milli Məclisimiz nümayəndə heyətini iştirakdan məhrum olub. Bunun əsas səbəb Azərbaycanın 22 fevral 2022-ci ildə imzaladığı Rusiya Federasiyasına olan müttəfiqliyidir. Və bundan əlavə təbii ki, Azərbaycanın 400-ə yaxın təqsirlənmiş şəxslərin istər vicdan haqqlarını müdafiə edən, istər söz azadlığını müdafiə edən, istər sərbəst toplaşma azadlığını müdafiə edən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin və ilahiyyatçılığın kütləvi həbs olunması qanunlar barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarlarının olmasıdır. Və Avropa Şurası dəfələrlə bu məsələdə onların dərhal azadlığa buraxılması ilə barəsində Milli Məclisdə İnsan Haqları Komissiyasına dəfələrlə xəbərdarlıqlar edilib və o günlərdən məhkəmə instansiyasına, Ağır Cinayətlər Məhkəməsinə, Xətai rayon məhkəməsinə, Nəsimi rayon məhkəməsinə, Səba rayon məhkəməsinə xəbərdarlıqlar edilib. Hətta Avropa İnsan Haqları Məhkəməsi onların təqsirlənmiş şəxs yox, siyasi məhbus hesab olunması ilə bağlı qərarlar verilir. Məsələ ondadır ki, keçmiş SSR məkanında 70 il Azərbaycan müstəmləkə rejimində yaşayıb və bu müstəmləkə rejimini dəstəkləyən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əleyhinə səs verənlər bu məhkəmə qərarları ilə Azərbaycanın dünyadakı imicinə, ölkə prezidentimizin dünyadakı imicinə böyük zərər vururlar. Və bu səbəbdən cənab prezidentin illərdir, xüsusilə 2010-cu ildə
keçirilən Avroviziya mahnı yarışması, o cümlədən regionların iqtisadi inkişaf proqramı çərçivəsində Avropa Yenidən Qurban İnkişaf Bankının mali dəstəyi ilə və 1994-cü ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin Gürcistan sarayında imzaladığı əsri müqaviləsi ilə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Kars kəmərlərinin 2012-ci ildə TANAP və TAP layihələrinin gerçəkləşdirilməsi ilə Azərbaycana gələn demokratik ölkələrin aparıcı neft transmilli neft-qaz sahəsi üzrə OPEC üzv ölkələrinin transmilli kooperasiyaların şirkətlərinin Azərbaycana gəlişi ilə bir çox Azərbaycanda insan haqlarını, söz azadlığını, seçkilərin, demokratik seçkilərin keçirilməsi ilə barəsində və korrupsiyaya qarşı mübarizə istiqamətində bir çox qeyri-hökumət təşkilatları yaradılmışdır. 2014-cü ildə Milli Məclisin qəbul etdiyi QHT haqqında qanun layihəsi, 2024-cü ildə qəbul olunan siyasi partiyalar haqqında qanun layihəsinə və media haqqında qanun layihəsinə əsasən artıq xarici sərmayədarların ölkəyə müəyyən qrant layihələrinin həyata keçirilməsinə, ölkəmizin Avropa inteqrasiyasına mane olan bir keçmiş SSR-nin hüquq sistemini bizə bandıran, Azərbaycanın müstəmləkəçiliyə, Rusiya neokolonizminə sürükləyən bir yola bizi sürükləyən bir yanaşma ortaya qoyulur. Məsələ burasındadır ki, artıq 2027-ci ildə Azərbaycanda keçiriləcək, 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin və bu yaxınlarda BMT-nin şəhərsalma və forumunda Azərbaycanın yüksək səviyyədə keçirən Avropa kütləsində ilk dəfə olaraq Azərbaycan bu məsələdə xüsusilə 2024-cü ilin noyabr ayında Almaniya Federasiyasından sonra keçirən beynəlxalq iqlim dəyişikliyi üzrə COP29 tədbirinin ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq miqyasda xüsusilə 2015-ci il 1-ci İdman Avropa oyunlarının keçirilməsi, 2016-cı ildə Azərbaycanda Formula 1 yarışlarının artıq 5 ilə yaxındır, yəni hardasa 10 ilə yaxınlaşan Formula 1 yarışlarına ev sahibliyi etməsi beynəlxalq miqyasda Azərbaycanın Avropaya inteqrasiyasını göstərən hadisələrdir. Bundan əlavə Azərbaycan uzun müddətdir, bilirsiniz ki, təhsil sahəsində Azərbaycan orta təhsil üzrə Kulyukun və ali təhsil üzrə Bologna təhsil sisteminə keçməsi və 2005-2015-ci il xaricdə təhsil üzrə dövlət proqramının yenilənməsi, 2025-2030-cu il inkişaf planı çərçivəsində xüsusilə Azərbaycanın 2-ci Qarabağ müharibəsindən sonra 20% işğal olunmuş torpaqlarının və sonraki 3 il sonra antiterror əməliyyatı ilə işğaldan azad olunan torpaqların azad edilən və böyük qayıdış planı əsasında 1 milyon qaçqın və köçkünlərin qısa müddətdə qayıdışının təmin olunması və orada infrastruktur layihələrinin Avropa Yenidən Qurban İnkişaf Bankının maliyyə dəstəyi ilə Almaniya Federasiyasının və digər Avropa dövlətlərinin, digər demokratik ölkələrin iri şirkətlərinin Dağlıq Qarabağa və Şərqi Zəngəzur zonasına, iqtisadi zonaya investisiyaların Ağıllı kənd layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndinin bərpası təbii ki, ölkəmizin demokratik və hüquqi inkişafına da təkan vermiş olar. Bunu qəbul etməyən, bunu istəməyən qüvvələr təbii ki, Azərbaycanda demokratiyanın olmamasını, Azərbaycanda demokratik seçkilərin olmamasını, Azərbaycanda insan haqlarının olmamasını və korrupsiyanın sürətlənməsinə maraqlı olan dairələr var. Və bu dairələr kimlərdir? Bunlar SSR dövründə Azərbaycanı müstəmləkəyə çevirən, Azərbaycanı müstəmləkə ölkəsinə çevirmək istəyən SSR elitasıdır. Və bu SSR elitası Azərbaycanın bütün sahələri işğal edib və zəbt ediblər
və onlar Azərbaycanın, cənab prezidentin yürütdüyü gənclər siyasətinə zərər vurmaq, cənab prezidentin yürütdüyü müstəqillik və milli maraqlara söykənən Türk Dövlətlər Təşkilatına və Avropaya inteqrasiya xəttinə zərər vuran addımların atılması və xüsusilə Amerika Birləşmiş Ştatları ilə xüsusilə 2022 və 2023-cü illərdə Dağlıq Qarabağ probleminin həllindən sonra, Dağlıq Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanla birlikdə Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel və Praqa sülh danışıqlarının, Granada sülh danışıqlarından sonra və o cümlədən yeri gəlmişkən bugün 29 may həm də Azərbaycanın İrəvan quberniyasının Azərbaycanın ərazisindən qoparıldığı və işğal olunduğu gündür. Və bu barədə xüsusi qeyd eləmək istəyirəm ki, biz müstəqillik və milli maraqlarımıza söykənən 1905-ci ildə əsası qoyduğumuz difai təşkilatının Əhməd bəy oğlunun ortaya qoyduğu sərbəst insanlar ölkəsi ideyasına söykənərək 1911-ci ildə yaratmış olduğumuz Müsavat Partiyasının 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyasının və o cümlədən 1991-ci ildə yaradılan Azərbaycan Xalq Cəbhəsinin Azərbaycanın dövlət müstəqilliyində və ərazi bütövlüyü uğrunda mübarizədə əvəzsiz roluna görə biz bu üç siyasi partiyaya qarşı çirkin kampaniya aparan və o partiyalara qarşı, partiya sədrlərinə qarşı, qurucu sədrlərə qarşı, çirkin kampaniya aparanlara qarşı Milli Fədada Hərəkatı son damlasına qədər mübarizəsini aparacaq. Biz Mustafa Kemal Atatürk'ün Türk dünyasının böyük öndəri Amasya Konqresində söylədiyi kimi siyasi partiyalar milləti bölər, milli birliyə möhtacıq şüarına əsaslanaraq biz heç bir siyasi proseslərdə iştirak etmək istəmirik və heç bir siyasi partiyanı dəstəkləmirik. Bizim əsas məqsədimiz dövlətçiliyimiz və müstəqilliyimizin qorunması və dövlətçilik ənənələrinin möhkəmlənməsidir. Özümüzə sual verək. Nəyə görə 28 may günündə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təyin etdiyi icra hakimiyyətləri, təyin etdiyi Nazirlər Kabineti nəyə görə məhz Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsini niyə ziyarət eləmir? Niyə ona müəyyən məsləhətlər verən Prezident administrasiyasının rəhbərlikləri niyə cənab prezidentə məruz eləmir ki, biz kollektivimizlə biz Novxanı kəndinə gedək və bütün siyasi partiyalarla birlikdə xarici qonaqların, xarici diplomatların müşayiəti ilə biz Novxanı kəndinə ezam olaraq ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadəni ziyarət edək. Buna kim mane ola bilər? Yüksək təhlükəsizlik şəraitində və gücləndirilmiş iş rejimi ilə çalışan bizim asayiş keşikçilərimiz bunu yüksək səviyyədə təşkil edə bilər. Və mən əminliklə deyirəm ki, bu möhtəşəm tədbirin keçirilməsi Azərbaycan üçün və qalib ölkə üçün 44 günlük müharibədə və antiterror əməliyyatında qazandığı hərbi qələbəyə kölgə salmayan bir hadisələrdən biri olacaq. Görəsən Azərbaycan Respublikası Prezidentinin əfv fərmanına kimlər mane olur? Kimlər amnistiyasında olmasında maraqlıdırlar? Amnistiya haqqının imzalanmasına qarşıdırlar. Bunlar aydınlaşdırılmalıdır. Və biz nəyə şahid olduq? Bizim dövlət müstəqilliyimizi tanıyan, ərazi bütövlüyümüzü tanıyan yeganə beynəlxalq təşkilat Avropa İttifaqıdır. O Avropa İttifaqının üzvlərindən biri bilirsiniz ki, Macarıstan Respublikasıdır. Macarıstan Respublikası tarixən bizim təbii ki, Türk Dövlətlər Təşkilatının özəlliklə onlar artıq demokratik seçkilərlə hakimiyyət dəyişikliyinə nail oldular. Və necə olur ki, Macarıstan Respublikasının təmsil etdiyi və vaxtilə sədrlik etdiyi və cənab prezidentimizin dəfələrlə Avropa Şurasının Nazirlər Sovetinə sədrlik etdiyi bir quruma, bayrağına xuliqanlıq etmək və tərbiyəsizlik etmək, o bayrağı sıravi bir partiya üzvündən, sıravi bir vətəndaşın əlindən almaq xuliqanlıqdır və quldurluqdur, oğurluqdur.
Və biz buradan Daxili İşlər Nazirliyinə müraciət edirik. Həmin vətəndaşın tanınmayan naməlum şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik. Bu bizim müraciətimizdir. Və o heç bir halda vətəndaşlıq statusuna, vətəndaşlıq ümumiyyətlə Azərbaycan Respublikasının konstitusiyasına uyğun olmayan hərəkətlərə yol verir. Ümumiyyətlə bizim üzv olduğumuz və yaxud da üzv olmaq istədiyimiz və bizi dəstəkləyən, bizim dövlət müstəqilliyimizi dəstəkləyən, ərazi bütövlüyümüzü dəstəkləyən bir qurumu təbii ki, biz qətiyyətlə bayrağın endirilməsinə və bayrağa bu cür hörmətsizlik edilməsinə yol verə bilmərik. Baxın, orada Azərbaycan Respublikasının dövlət bayrağı yüksək mərtəbədə dalğalanır. Baxın, biz bu cür xuliqan hərəkətlərinin yol verilməsini və orada polis əməkdaşları olsaydı, mən sizə əminliklə deyirəm ki, bu hadisə, bu xoşagəlməz hadisə baş verə bilməzdi. Bu hadisədən bir neçə saat sonra biz gəldik və polis əməkdaşlarına məruz edilsəydi, polisləri çağırılsaydı, yüzücü xidmətinə çağırılsaydı, belə xoşagəlməz xuliqanlıq hadisəsi baş verə bilməzdi. Sual olunur, niyə siyasi partiyalar bu cür məsuliyyətli tələbkarlıq, hüquqi tələbkarlıq nümayiş etdirmirlər? Nədən qorxurlar? Nədən çəkinirlər? Azərbaycanda narkotikaya qarşı ciddi mübarizə aparılır. Azərbaycanda qanunsuz silah qaçaqmalçılığına qarşı ciddi mübarizə aparılır. Maliyyə qaçaqmalçılığına qarşı bizim iştirak etdiyimiz məhkəmə proseslərində məhkəmə qərarları var. Və nəyə görə bu məsələdə vətəndaşlarımız biganədir və Xalq Cəbhəsi partiyası biganədir? Niyə müraciət eləmədi? Bunu ictimailəşdirmək nə qazandırdı? Bəli, biz bu iradımızı, vətəndaş mövqeyimizi ifadə elədik və həmin şəxslərin kimlər olduğu, kimlikləri polis əməkdaşlarımız tərəfindən ciddi şəkildə araşdırılmalıdır və ciddi şəkildə onların məsuliyyətə cəlb edilməlidir. Çünki onlar təxribat yaradıblar. Onlar tədbirin keçirilməsinə maneçilik yaradıblar. Və bu barədə Xalq Cəbhəsi partiyası niyə bəyanat vermir? Niyə açıqlama vermir? Nədir? Partiya sədri həbs olunub deyə susmalıdırmı? Niyə partiya sədri haqqında bu qədər şəffaf informasiyalar yayılır, amma bu hadisə ilə bağlı həmin şəxsin kimliyi haqqında heç bir açıqlama verilmir? Nəyə görə? Niyə Xalq Cəbhəsi partiyasının funksionerləri böhtan xarakterli ölkə prezidentimizin adını məsələlərdə hallandırmaqla nəyə nail olmaq istəyir? Bax, budur siyasi partiyaların Azərbaycanda parçalamaq, Azərbaycan dövlətçiliyinə xəyanət sayılan çağırışlar. Bunlar hamısı göz qabağımızdadır. Və ona görə biz siyasi partiyaların heç bir siyasi tədbirlərinə getmirik. Məhz bu amillərə söykənərək getmirik. Bu böyük mənada hörmətsizlikdir. 28 may müstəqillik ruhuna, demokratiya ənənələrinə ziddir. Demokratiya o idi ki, həmin hadisə zamanı, həmin şəxs polis əməkdaşlarına verilməlidir və o 2 nəfər polis bölməsinə aparılmalıydı və həmin şəxslər cinayət məsuliyyətinə ömürlük həbs cəzasına məhkum edilməlidir. Çünki bu xuliqanlıq əlamətidir. Prezidentimizin iştirak etdiyi, dəfələrlə iştirak etdiyi və xüsusilə Praqa görüşlərində, Brüssel görüşlərində bayrağımızın və bizim ərazi bütövlüyümüzün tanıdığı bir quruma qarşı ən böyük hörmətsizliklərdən biridir. Və bir mənalı şəkildə xəbərdarlıq edirəm. Ey SR elitası, Rusiya əlaltılıq eləyən, Rusiyanın Putin rejiminə xidmət edənlər, sıravi vətəndaşlara deyirəm, Rus məktəblərində oxuyanlara deyirəm, yığışdırın özünüzü. Biz susmayacaq. Biz son damlamıza qədər sizin kimliklərinizi polis bölmələrində, polis orqanlarına mərc eləyəcək. NATO sizin kim olduğunuzu müəyyənləşdirəcək. Ayıbdır. Bu hərəkətə yol verən, bu xuliqanlara yol verən kim hansı vətəndaş olmasına olmayaraq məsuliyyətə cəlb olmalıdır.
bu adamların heç bir dövlət orqanlarında çalışmadıkları. Çünki onların formaları yoxdur. Onlar heç bir dövlət çalışmadığı halda, heç bir xidməti formaları olmadığı halda silahlı bir xuliqanın, bəlkə narkomandır, bəlkə də narkotika aludəçisidir, narkotika qəbul edən bir narkomandır və narkotika ticarəti ilə məşğul olan bəlkə mafiya babasıdır. Biz bilmirik. Belə insanlara qarşı amansız olacaq. Bu xuliqan hərəkətlərə yol verən şəxslərin kimliyi aşkarlanmalıdır. Lazım olarsa Dövlət Təhlükəsizlik Xidmətinə də bu barədə məlumat verəcəyik və birmənalı şəkildə Azərbaycana demokratiya bəxş eləmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanın ərazi bütövlüyünün Ağdərə əməliyyatında silahlı qüvvələrimizin ali başkomandanı olmuş, ilk dəfə Azərbaycanda test üsuluna qəbul imtahanlarının keçirilməsinə qərar vermiş, dövlət dilimizi türk dilinə keçirmiş, Türk Dövlətlər Təşkilatının ilk zirvə konferansında iştirak etmiş bir prezidentimizin sədrlik etdiyi, yaratmış olduğu bir partiyaya qarşı ən böyük hörmətsizliklərdən biridir. Ona görə də əziz dostlar, əziz izləyicilər, biz dövlət atributlarının toxunulmaz hesab edirik. Beynəlxalq təşkilatların, biz bu cür mötəbər BMT-nin mötəbər tədbirini ev sahibliyi edən bir ölkəyə yaraşmayan hərəkətdir. Unutmayaq ki, həmin mötəbər tədbirdə şəhərsalma forumunda Avropa İttifaqına üzv olan İspaniya Krallığı, İtaliya Respublikası, Slovakiya Respublikası, Serbiya Respublikası iştirak edirdi. 180 ölkənin içində bəlkə də 20-yə yaxın Avropa İttifaqına üzv olan ölkələr iştirak edirdi. Bu nə hörmətsizlikdir? Bu nə xuliqanlıqdır? Siz demək istəyirsinizmi ki, biz prezidentimizin təşəbbüsü ilə, prezidentimizin uğurlu siyasəti hesab olunan şəhərsalma forumunun ruhuna kölgə salırlar. Baxın, biz bu forumunda bir iştirakçı kimi iştirak elədik və bunun çox möhtəşəm, alqışa layiq, təqdirə layiq bir hadisə olduğunu, təqdirə layiq bir tədbir olduğunu bir daha ifadə elədik. Ona görə də biz siyasi partiyaların heç bir siyasi oyununda iştirak etməyəcəyik. Kimlər bizim prezidentlərimizə, Məhəmməd Əmin Rəsulzadənin, daha doğrusu Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin, Heydər Əliyevin, Cənab Prezident İlham Əliyevin adından istifadə edib, onun adını ləkələyəcək işlərdə iştirak edəcəksə, biz orada yoxuq. Biz etatizmə xidmət edən, etatizm ideyasına xidmət edən təşkilatıq. Ona görə bizi nə sağçılar, nə solçulara bağlamasınlar. Biz bilirdik, biz təxmini düşünürdük ki, 5-ci kolonun belə bir təxribatçı hadisəsi olacaq. Çünki bu yaxınlarda çox möhtəşəm bir BMT-nin şəhərsalma forumunda Azərbaycan beynəlxalq miqyasda böyük nailiyyət əldə elədi. Və dünyada öz milli memarlığını dünyaya nümayiş etdirir. Və necə olur ki, belə bir mötəbər tədbirin keçirilməsindən 5 gün sonra Azərbaycanın dövlət müstəqilliyinin qurulduğu, təməli qoyulduğu, Azərbaycan Respublikasının təməli qoyulduğu gündə belə bir xuliqan hərəkətə yol vermək hansı milli maraqlara, hansı dövlət maraqlarına uyğundur? Bunu izah eləsinlər, bunu açıqlasınlar. Yoxsa Azərbaycanın Rusiyanın müstəmləkəsi mi etmək istəyirlər? Kimlərdir bunu edənlər? Təbii ki, Rus məktəblərində oxuyanlar, Rus məktəblərində yetişənlər, Azərbaycan dilini bilməyən anti-milli ünsürlər, vətənimizə, dövlətimizə düşmən mövqeyində olan, dövlətimizə qarşı çirkin kampaniya aparan, cənab prezidentimizə qarşı söyüş kampaniyasını aparan, ona qarşı təhqiramiz ifadə səsləndirənlər eləyirlər. Bəli, bu prezidentimizə qarşı təxribatdır. Dövlətimizə qarşı təxribatdır. Prezidentimizin yürütdüyü Avropa inteqrasiya siyasətinə qarşı təxribatdır. Əsla biz belə oyunlarda olmayacaq, əziz dostlar. Bunlar
Azərbaycan dövlətinə düşmən qüvvələrdir. Və bizim asayiş keşikçilərimizdən xahiş edirik ki, dərhal həmin şəxslər yaxalansınlar, cinayət məsuliyyətinə cəlb olunsunlar, ömürlük həbsə məhkum edilsinlər. Və onlar barəsində Dövlət Təhlükəsizlik Xidməti də təcili tədbir görsün. Və onlar Dövlət Təhlükəsizlik Xidmətinin ömürlük təcridxanasında yatmalıdırlar. Çünki onlar Rusiyanın xüsusi xidmət orqanlarının birbaşa xidmətkarlarıdırlar. Çünki onlar heç bir dövlət orqanlarında təmsil etmədiyi halda özlərini mafiya babası kimi aparan sıradan sıravi bir vətəndaş olaraq xuliqanlıq eləyiblər. Bu yaramazlıqdır. Bu namərdlikdir. Bu şərəfsizlikdir. Bu bizim üçrəngli bayrağımıza ən böyük təhqirdir. Bizim böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadənin, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Rafiq Babayevin, Üzeyir Hacibəyovun, Qara Qarayevin, Cahangir Cahangirovun bizim opera sənətini, opera balet teatrının, Arif Məlikovların, Vaqif Mustafazadələrin, caz musiqisinin yaradıcılarına, simfonik musiqisinin yaradıcılarına bizim üçrəngli bayrağımıza təhqirdir. Çünki o Avropa İttifaqının bayrağında Azərbaycanın dəyərləri və Azərbaycan Respublikasının konstitusiyasını ayaqlar altına almaqdır. Çünki Avropa İttifaqının nizamnamələrində Azərbaycan Respublikasının konstitusiyasında özəyində 1995-ci ildə qəbul olunarkən bizim böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev uzaqgörənlik nümayiş etdirərək Azərbaycanın məhz dövlət müstəqilliyinin önəmli olduğunu öz ifadələrində, tarixi çıxışlarında ifadə eləmişdir. Və Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildiyi 17 noyabr 90-cı ildə ilk dəfə olaraq dövlət müstəqilliyini o həmin üçrəngli bayrağını qaldırmışdır. Və Heydər Əliyev prezident kimi Avropa Şurasının Parlament Assambleyasına üzv olarkən onun tarixi çıxışı var. Və həmin çıxışda Avropa İttifaqının bayrağı dağılanır. Bu, həm də onlara qarşı hörmətsizlikdir. Onlar sıravi vətəndaş olmağa layiq deyirlər. Bu ölkənin çörəyini yeməyə layiq deyirlər. Baxın həmin çıxışa, mən sizə həmin çıxışları əziz dostlar, texniki problemlərə görə üzr istəyirəm. Baxın dostlar. Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.
Nəhayət 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul olundu və ölkəmiz Avropa inteqrasiya proseslərində böyük qələbə qazandı. Bundan əlavə Dağlıq Qarabağ münaqişəsinin gələcək illərdə bu qurumun diqqətində saxlanılması üçün ölkəmiz yeni tribuna əldə etdi. Bugün Azərbaycanın demokratik inkişaf prosesi dönməz xarakter alıbdır. Azadlığın və qanunun aliliyinin möhkəm təminatı yaradılıbdır. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi devlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bəyan edirəm ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipal münasibət göstərilməlidir. Cənub Qafqaz regionuna siyasi bütövlük və bitərəflik statusu verilməlidir. İndi artıq bütün Cənub Qafqaz regionunun Avropa Şurasına daxil edilməsi çox mühüm amildir və bu regionda münaqişələrə son qoyulmasına, devlətlər arasında münasibətlərin normallaşmasına, beləliklə də Cənub Qafqazda və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir. Dostlar, mən əlbəttə ki, biz dəyərlərimizə və milli maraqlarımıza xidmət edən mövqedən həmişə çıxış eləmişik və heç bir zaman dövlət məmurları haqqında dövlət sirlərimizi qorumağa və dövlət sirlərimizi, hərbi sirlərimizi qorumağa çalışırıq. Amma təbii ki, mən birmənalı şəkildə hesab edirəm ki, bu məsələnin ictimailəşməsi Rusiyanın maraqlarına xidmət edir. Və Meydan TV-nin Kanal 13-ün bu informasiyanı yayması ki, orada təbii ki, qeyri-obyektiv şəkildə bu məsələləri ölkə prezidentinin adına hallandırmaq ləyaqətsizlik, şərəfsizlik və namərdlikdir. Çünki bunun heç bir halda cənab prezidentə aidiyyəti yoxdur. Əksinə, cənab prezident bu məsələlərdən xəbəri olsaydı, birmənalı şəkildə bu hadisə baş verə bilməzdi. Və biz hesab edirik ki, belə xoşagəlməz, xuliqan hərəkətlərə yol verən istənilən vətəndaş məsuliyyətə cəlb olunmalıdır. Əgər onlar məsuliyyətə cəlb olunmurlarsa, onlar ağır cinayət törədən Rövşən Lənkəranski, Lotu Quli kimi ağır qanuni oğruların yolu ilə gedən insanlardırlar. Onlar normal insanlar deyirlər. Onların doğrudan da psixoloji problemləri var. Məsləhət görərdim ki, onları Maçdağaya və yaxud da hansısa psixoloji xəstəxanaya yerləşdirilsinlər. Onlar çünki normal psixoloji durumda olmayan insanlardır. Çünki ağlı başında olan normal bir insan tədbirin keçirildiyi bir, tədbirə icazə verildiyi bir şəraitdə orada durub deməsi ki, o Azərbaycan bayrağı deyil. Bu ümumiyyətlə xuliqanlıq hərəkətidir. Çünki necə yəni Azərbaycan bayrağı deyil? Məyər Məhəmməd Rəsulzadənin başının üzərində, yuxarı üzərində Azərbaycan bayrağı deyilsə, nə bayrağıdır onda? Nəyə görə Azərbaycan bayrağının yanında Avropa İttifaqının bayrağı dalğalanmamalıdır? Bu harada görünür? Və necə olur ki, Azərbaycana səfər edən İtaliya Respublikasının baş naziri Meloni Qəbələyə səfəri zamanı cənab prezidentlə görüşəndə siz fikir verdinizmi? Orada Avropa İttifaqının bayrağı var idi. Və yaxud da cənab prezident İtaliyaya səfər edərkən orada Avropa İttifaqının bayrağı var idi. Gürcüstan Respublikasının hazırki prezidenti və baş nazirinin partiyası olan Gürcü Arzusu partiyasının bayrağında Avropa İttifaqının bayrağı. Bugün parlamentimizdə təmsil edən Asim Mollazadə, millət vəkilimiz Asim Mollazadənin bayrağında
Avropa İttifaqının bayrağı var. Yəni dövlət səviyyəsində heç kəsə məhdudiyyət yoxdur ki, Avropa İttifaqının bayrağını dalgalandıra bilməzsə. Azərbaycanın Landmark otelində Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və dünyanın bütün demokratik ölkələrin Azərbaycanda səfirlikləri, diplomatik korpus nümayəndələri var. Bu harda görülüb? Yəni bu harda belə bir hadisə? Bu xüsusi öyrədilmiş bir adamdır. Bəlkə də Vladimir Putinin xüsusi öyrətdiyi və yaxud Aleksandr Borotkinin, Rusiya FSB-sinin, Rusiya səfirliyinin bəlkə də törətdiyi bir cinayətdir. Mən sizə əminliklə deyirəm ki, bu Rusiyanın təxribatıdır. Və yaxşı olardı ki, bu hadisəni Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə Xalq Cəbhəsinin həmin o xanım üzvü məlumat verməli idi. Nəyə görə belə xuliqanlıq hadisəsi baş verib və bu kadrları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və elektron ünvanına çatdırılardı və əminliklə deyirəm ki, əgər bu ünvana çatdırılsaydı, bu məsələ öz həllini hüquq çərçivəsində tapardı. Azərbaycan demokratik hüquqi dövlətdir və biz əminik ki, bu məsələ yaxın günlərdə bizim çağırışımızdan sonra bu məsələ öz həllini mütləq tapacaq və həmin şəxslərin hansısa cinayətkar qruplaşmalarla İran Farsmolla rejiminə və yaxud da Rusiyanın mafiya rejiminə, Putin rejiminə bağlı qüvvələrdir. Və fikir verirsiniz ki, onlar Azərbaycan dövlətinə düşməndilər. Azərbaycan bayrağına düşməndilər. Azərbaycan dövlətini qurmuş. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktını imzalayan partiyalardan biri Xalq Cəbhəsi partiyasıdır. Və 95-ci ildə keçirilən parlament seçkilərində, 2000-ci ildə keçirilən parlament seçkilərində qələbə qazanmış bir partiyadır. Xalq Cəbhəsi partiyası doğrudan da çox qüdrətli bir partiyadır. Çox təəssüflər olsun ki, bugün vətənə, dövlətə xəyanət edən Ramiz Mehdiyevin danosları əsasında bugün böhtana şərlənərək Əli Kərimli həbs olunur. Amma Əli Kərimlinin törətdiyi cinayətlərlə bağlı hələ də elə bir faktlar tam olaraq üzə çıxmayıb. Hələ də araşdırmalar, istintaq gedir, istintaq davam edir. Və düşünürəm ki, Ramiz Mehdiyevin də ifadələri alınmalıdır. Ramiz Mehdiyev də Əli Kərimli ilə çiyin-çiyinə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bəlkə də Ramiz Mehdiyevin göstərişidir ki, o Avropa İttifaqının bayrağı təhqir olunmalıdır. Demək ki, Ramiz Mehdiyevin də gizli şəkildə, məxfi şəkildə Rövşən Lənkəranski ilə və yaxud da Lotu Qulu ilə gizli əlaqələri var. Biz bilmirik hələ bu barədə. Bizə hələ bir məlumat bizə gəlib çatmayıb. Bu sadəcə fərziyyədir. Düşünürəm ki, bu hadisə xoşagəlməz hadisədir. Bu bizim prezidentimizin imicinə zərər vuran hadisədir. Bu hadisəni törədənlər mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Şəxsən mən inanmıram bu hadisə daxildən baş versin. Bu xarici əldir. Çünki ölkəmizin çiçəklənməsi, ölkəmizin analıq olmayan inkişafını gözləyə götürməyən insanların törədəcəyi əməldir. Və nəzərə alsaq ki, həmin gün cənab prezidentimiz Zəngilana səfər etmişdi, Xankəndiyə səfər etmişdi, Şuşaya, Xocalıya səfər etmişdi. Və bizim 1 milyon qaçqın və köçkünlərin qayıdan sakinlərlə görüşdü. Və böyük ehtimalla bu uğurlu işləri kölgə salan hadisəni biriləri bunu yayınlamaq istəyirlər, gözdən salmaq istəyirlər. Mənim deyəcəyim bu qədər və düşünürəm ki, biz böyük qurucularımıza, ölkəmizin inkişafına, ölkəmizin demokratik inkişafına kölgə salan hadisələrdən biridir. Ölkəmizin müstəqilliyi üçün təhdid bir hadisədir. Və necə olur ki, bizim təyyarəmizə terror hücumları baş verir, bu barədə bir açıqlama Rusiyadan bir üzrxahlıq gəlmədi.
Bu nə tərbiyəsiz bir yanaşmadır ki, prokurorluq məsələnin üstünü Bastrikin bağladı. Bu böyük mənada təhqirdir. Bizim şəhidlərimizə təhqirdir. Mən sonda Mustafa Kemal Atatürk'ün sözləri ilə bitirmək istəyirəm. Nə mutlu Türk'üm deyənə, sən bizimsən, durduqca bədəndə can, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Tanrı Türk'ü qorusun.